Selamun aleyküm əziz dostlar, çox xoş gördük. Necəsiz? Umarım ki, yaxçısınız və halınız yaxçıdır. Mən bu günləri, yenə də geçmiş günlərə çalışacağım ki, bir neçə səfər bu Hünər-i Cəng Savaş Sənəti adlı kitabdan sizin üçün oxuyam ki, deyirlər bu kitabı 2000 ta 3000 il bundan qabaq Çində savaşların fizikal və psikolojikal savaşların haqqında yazıblar. Bu kitab bizim milli hərəkətdə yeri boşdur məncə və bu kitabı oxumaq gərəkir. Məncə bu kitabın heç olmasa o qismətləri ki, rəvanşinasi savaşdır, ya cəngi rəvani deyirlər farsça, o haqdadır, heç olmasa onları bilmək lazımdır. Mən bu kitabın 72-ci səhifəsinin əvvəllərinəcən oxudum. İndi 70-ci səhifəndə bir 7 adlı nömrə var, oradan başlayıram, oxuyam. 7. این نیروها به پایان میرسند اما باری دیگر شکل میگیرند. Dedik ki, məsələn, onu bənzətdi, ordunu bənzətdi, həmləni bənzətdi. Dənizdə, çayda olan, göldə olan dalğıya ki, gəlir sahilə. Amma sahilə gələnsə qutarır, amma daldan bir ayrı dalğa gəlir. O da qutarır, bir ayrı dalğa gəlir. Bunu ona bənzədir ki, əgər biz şəhərdə ya eşikdə savaşırıq düşməninə, həmlələrimiz gərək dalbadal ola. Dünən dedik ki, güclərimiz də iki yerə bölür. Bir əsli güc, bir də mən bunun adını qoydum yan güc. Bunlar fövqəladə deyirlər. Ki, əsli güc düşmənin məmulən qəlbinə həmlə elər, üstünə üz gedər. O yan güclər yan tərəflərdən, yəni sağ yandan, sol yandan və şəhər içində ola bilər arxadan həmlə eləsin düşməni, boğsun və əssin, aradan aparsın. Və neyiz həmanəndə hərəkat xurşid və mah dəvərani ist. Deyir ki, bilirsiniz də ayda, yenə diqqət buyurun, məsələn, insanlar qədim bilmirdilər ki, ayla güc dəvəran elir, fırlanır yəni. Bəlkə deyirdilər, bəlkə bir yerdən gedir, çıxır, gedir o birisi yerdə batır. Yəni, dünyanın bir əvvəli var idi, bir axiri var idi. Elə bir dana dam görürdülər dünyanı. Bir tərəfdən çıxırdı, bir tərəfdən batırdı, düşürdü, gedirdi, məsələn, qaranlığa. Belə bir düşüncə vardı. Orada dəvərani sözü burada görür ki, bunu eləyiblər. Təhrif eləyiblər. Mütərcim bunu təhrif eləyibdir. Manəndə xorşumah, dəvərani. Bir ki, ayət ay və günət ay. Gün və ayət ay bunlar dəvərani, yəni dairə şəklində fırlanırlar. نیروهای مذکور فرو میمیرند اما دیگر باره زنده میشوند. Həmlə eləyən güclər, dedim, sahilə gedirlər, ölürlər, sonra amma yenə də dirilir, bir ayrı mod gəlir. Və sərbəd miyavərən və həman də fusuli ki miyayəndə mirəvən təkrar mişəvən. Deyir, eyni fəsillərə bənzər ki, bizim bilirsiniz Türkçədə, mən bugün bir kəlmə dörcəşmişəm, onu da işlədəcəyim bu günləri. Türkçədə bizim bilirsiniz, yaz, yay, payız, qış. Fəsillərimizin adı bunlardır, mən necə iştibar etmişəm. Yaz, yay, payız, qış. Və bunlar bir-birinin dalısıdan gəlir. Aradan getmir. Yenə qışdan sonra yenə yaz başlayır, ondan sonra yay başlayır, payız və qış və yenə də yaz. Deyir ki, savaş düşməndən belə olmalıdır, durmamalıdır istir deyə. Deyir ki, dalbadal gəlmək üçün düşmənə siz dalbadal zərbəni vurmasanız, yıxar. Məsələn, baxın, Rusiya çox güclü bir dövlətdir. Bunun sözü yoxdur. Yəni, bunun sözü yoxdur. Niyə gücünü Ukrayna o qədər işlətmir, niyə bu bir ayrı məsələdir. Onlar da istəmirlər çox güc, həm özlərindən arada aparsınlar, həm də Ukraynadan aradan aparsınlar. Bu bir vaqiyyət. Amma bunun yanında bir şey deyəcəkdim, zehnimdən çıxdı getdi. Yavaş-yavaş hər halda. Ərz edeyim ki, mən ölçəşdiyim zeybuğun Qarayaxa. Qarayaxa türkçədə tudə farsça deyirlər, tudə mərdum.
ki bilinmir. Məsələn, fikir eləyin ki, şəhərdə rahpeymalığa gediblər. Buna tudə deyirlər. Ya fikir eləyin ki, məsələn, futbol traktor timindən çıxıblar eşiyə ya traktor timindən. Buna tudə deyirlər. Çünki burada tudənin bir dənə haləti var. Məsələn, filan kəs gəlir, gedirlər onun peşvazına və şüar verirlər. Bu tudədir. Heç kəs bəlli deyil nəyə, amma ora gedəndə hamı bir cür rəftar göstərir özündən. Buna biz türkçədə qarayaxa deyirik. Çox gözəl sözdür. Tudə və cəmin yerinə qarayaxa çox gözəldir. Bu bizdə işlənir və çox gözəl bir anlamı var. شماره نوت‌های موسیقی فقط 5 تاست. Yenə diqqət buyurun, notdan danışır. Mən bilmirəm ki, o zaman da 2000 il bundan qalxaq da notun, musiqi notunun 5 dənə imiş ya yox. Əslən not var imiş ya yox. Amma bunu yazıbdı. Biraz mənə əcib gəlir. Ki, məsələn 5000, 2000 il bundan qabaq dəstgahlar bu qədər inkişaf eləmişlər, genişmiş ki, məsələn not da yazmışmışlar. Biraz mənə əcib gəlir. Çünki hala bir çox sazların notu yazılmayıbdı. Ya bəziləri, ya məsələn bizim saz dediyimiz ya qopuz sazının notu məsələn tazalıqda yazırlar. Bunlar cəlib bir şeylərdir ki, mən nəzərimə gəlir ki, o deyirəm, yəni baxın, diqqət buyurun. O kəlmələr çox kiçikdir, çox cüz'i bir şeydir, amma brainwash'ın şeyidir. Beyni yıxamağın kilitləridir bunlar. Dıqqılı qoyurlar adamın zehni və tarixi dəyişdirirlər. Məsələn, bizlər tarixlə romanı iştibah salırıq, dostlar. Məsələn, Zəbihullah Mənsuri bir dünya roman yazıbdır. Bunlar romandılar, bunlar tarix deyirlər. İstə biri Xacə-i Tacdarı oxur, Qacara görə qəzavət edir. Ola, bu roman yazıbdır. Siz də eləyə bilərsiniz, bunun tərsini yazasınız. Romandır, o tarix deyil. Və mütəəssifanə İranda roman tarixə çevrilib. Məsələn, İranın tarixinə görə madların, dostların biri yazmışdı, ondan nəql edirəm. Çünki mən tarix mütəxəssisi deyirəm, tarixdə çox oxumaram üst-üstə. Mən tarixə çox da o qədər əlaqəm yoxdur, illa yaxın tarix. Yəni bizə yaxın, bizə çox mühüm olan tarix. 1000 il bundan qabaq nə olub, nə olub? Mənim dərdimə bu gün dəyməz. Bilmağının belə dəyməz. Mən məsələn bilim ki, filan kəs filan olubdur. Məsələn, Həzrət Əli 40 günlüğündə ilanı tutub cırıbdır məsələn. Mənim dərdimə nə deyər? Nə qiyamətdə dərdimə dəyər, nə də bu dünyada dərdimə. Bunlar tarixdə deyil, bunlar nağıldılar. Bunlar avamı toğlamaq üçün, qərəyaxəni toğlamaq üçün avam farscası, ərəbcədir, onun türkçəsi qarayaxa. Bunları toğlamaq üçün bir şeydir. Amma bunları kiçik-kiçik bizim zehnimizə soxarlar. Diqqət buyurun. Məsələn, üstdə dedi nə mənə? Nota musiqi. Nota pəncgane musiqi. Bu məsələn, inanmıram Rönesansdan qabaq not olmuş olsun. İnanmıram. Olsun. Bu qədər, yenə də bilmirəm ki, Çində 2000 il bundan qabaq var imiş ya yox imiş. Amma bundan beyni yuyurlar. O Zəbihullah Mənsurinin mən bir kitabını oxurdum. Məsələn, orada elə təəccüb elədim. Məsələn, yazmış Misirdə radiografi var, radioloji var. Məsələn, dişi yazmışdı Sinohə, nə bilim, məsnu diş qoydu filan bəhman. Ondan sonra tozih verəndə deyir ki, orada məsələn, radiografi var, sonografi var, nə mənə var, nə mənə var. Adam bilir ki, bu adam düzdür bir-birinin dibinə. Amma brainwash olur. Adam romanla da brainwash olur. Məsələn, yadıma gəlir, mən bir kitab oxudum, uşaq idim. Məsələn, şayad 13 yaşım var idi. Bir dastan oxudum, tarixi. Bir dənə orada İranlı bir, məsələn, fars bir adam gedir meşəyə, meşədə şer buna həmlə edir və bu qılıncı vurur, amma şerin qorxusundan da özü hüşdən gedir. Bir zaman hüşə gəlir, görür ki, şeri öldürübdür. Məsələn, mən özümü həmişə o cür görərdim. Ki, belə bir güclü adamam, savaşacağım filan bəhman. Nədir? O beyni yudu da. Mənim beynimi bir dənə qəhrəman düzəltdi. Mən o qəhrəmanı sevdim və istədim onun şeyinə girəm. Onun ehsaslarını mən də ehsas edəcəm. O İrancıdır, mən də İrancı oluram. O filandır, mən də otururam. Bu brainwash'ın sistemidir. İndi biz də burada, hələ bu biraz elmi kitabdır, filandır, bəhmandır. Burada biz brainwash oluruq qətlən %100. Onun üçün biz bunu oxuyanda həmişə diqqətli oxuyacaq. Bəli, tərkib çönənə mütəəddid əst ki, şənidən həmanha namümkün əst. Deyir ki, musiqinin 5 notu var, amma bu 5 notu bir-birinə qatanda o qədər çoxlu səslər çıxır ki, biz qulaq asanda o notları təşxis verməyimiz belə çətindir.
İstəyirsən həmlədə gərək belbət dalbadal ola. Bunu istir deyək. Rəngهای əsli tənha 5 rəng است. Yenə də bilmirəm bu o zaman varmış, yoxmuş, necirmiş. Amma taza bir şeydir bu yenə də 5 rəng. Əsli rənglər rəng bilmirəm türkçədir, farsçadır, orasını bilmirəm, amma əsli rənglər 5 dənədir. ولی ترکیبشان üzr istəyirəm. ولی ترکیب آنها چنان بیشمار است که ادراک همه آنها برای چشم امکان پذیر نیست. Amma bunların tərkib olması, bir-biri ilə qatışması, tərkib qatışmaq. Türkçə, ərəbcə sözdür türkçə, tərkib. Bunun türkçəsi qatışmaq. Rəhlərin bir-birinə qatışmağı o qədər çoxdur ki, bu gözlər onları təşxis verə bilməz. İndi diqqət buyurun, bu haqda yenə də bir dana brainwash gedir. Bu brainwash'a bir işarə eləyək. Baxın dostlar, deyək ki, rəhlər 5 danadır, əsli rəhlər. Nəqqaşidə o cürdür. Nəqqaşidə ki, rəhləri qatırıq, bir-birinə boyuruq, boya çəkirik, indi ya divara, ya tablo. Bunlarda rəhlərimizin sayı azdır. Bunları qatarlar bir-birinə ayrı rəh çıxadarlar. Amma təbiətdə rəh biz gördüyümüz kimi deyil. Yəni 5 dənə rəh deyil. Bizim gözümüzə və nurun necə axmasına, işığın zaviyəsinə bağlıdır. Zaviyə ərəbcə sözdür. Bu günün nə cür düşmağına bağlıdır. O işığın mənbəyinə bağlıdır. Biz işığın mənbəyinə və gözümüzün diqqətinə bağlı olaraq rəhləri beynimiz görür. Gözümüz də görmür. Orada da rənglər o şəkildə deyil. Bizim sadəcə burada əzülələrimiz var. Bu əzülələr brainwash olmağı istəyirəm demiş. Necə olur? Biz görmürük əslində. Biz əslində beynimiz burada gözümüzdən, qərəsindən bu işığın teyfləri, mowcu alınır. O mowc gedir bizim əsəblərimizlə beynimizə. Beynimizdə gözün qisməti bölümü bunu alır ağzına və çeynir. Mənim burada nələr görməliyəm. Onu o cür görür və biz eşikdə onu o cür görürük. Və bilirsiniz ki, gecələr qaranlıqda onu görmürük. Niyə? Çünki gecə işıq, nur yoxdur, işıq yoxdur. Bu da bundan. Tedad et və bu bizi elmi brainwash edirlər. Diqqət, bir var ki, ictimai brainwash edirlər, bir var siyasi brainwash edirlər, bir də var ki, elmi brainwash edirlər, belimizi yuyurlar. Yəni nə cür? Yəni biz deyirik ki, elmi belədir. Yalanları bizə elm adına soxurlar beynimizə və biz onları deyirik ki, elmi belə deyir. O halda ki, xəbərimiz yoxdur ki, bunlar elmə rəbti yoxdur. Bu adam bir dana bir düşüncəni qoyur ortaya və istəyir o düşüncəni siz qəbul eləyəsiniz. Bilirsiniz, məsələn, mollalar, biz bunu koronada gördük. Ya qeyri-mollalar, məsələn, mollalar üçün molladılar, videoları çox gəldi. Allahın atın o təzəyin belə adına deyirlər, Nəmənətün Nisa. Bu, onu, atın o təzəyin belə qurutmuşun, yəni, onu dava dərman deyə satırlar. İllərdir. Onu evinizdə yandırın, filan olar, bəhman olar. Bunlar elm adına bizi brainwash edirlər. Məsələn, göy-göyərənti ilə yemağla dava dərman eləmək. Yenə bu da brainwash eləməkdir. Çünki siz məsələn istəyəsiniz ki, bir dana göyü, səbzini, farsça səbzidir, göyü yemaqla özünüzü, ya meyvəni yemaqla özünüzü dərman eləyəsiniz. Məsələn, deyək ki, sizin B12 azdır, istəyirsiniz B12 yiyəsiniz. B12 təbiətdə məsələn yoxdur. Gərək edəsiniz heşdərxan boğazı məsələn yiyəsiniz. Heşdərxanda çoxdur məsələn. Yumurtada çox azdır. Bəzi ətlərdə var, amma çox azdır. Birdən məsələn gərək bundan məsələn 100 kilo yiyəsən, ta məsələn 1300 nə qədər sizə 12.000 dana sizə məsələn B12 getsin canınıza. Olmaz. Ya istəyəsin məsələn tərə yemaqla göy ya tərə, ikisi də biz işlədirik. Yemaqla məsələn vitamin 3C alasınız. 3 yox. C deyəndə o cür gəlir. C. Vitamin C alasınız. Türkçədə C deyirlər. C alasınız. Gərək məsələn fərzən
100 kilo deyək ki, səbzi yeyəsən ta məsələn lazım qədər şey alasan. Niyə mal heyvan çox yeyir? Çünki mal heyvan o vitaminləri o qədər yeyir ki, alsın. Biz o qədər yesaq yol yeriyənmərik. Yəni əmələn düşərik yerə. Bunlar da istəyirəm deyəm ki, brainwash biz nə qədər brainwash olur. Hətta məsələn bir iddə insanlar özlərini oradan gəlir da. Adam gəlir orada məsələn bizdən şey alacaqsan, sən dava dərman eləyir. O halda ki, imkanı yoxdur. Tedad təmha və məzziha. Gəlin də bilmirəm, bunlar savaşa da rəbti yoxdur. Bunları niyə gətirir? 5 dast. Deyir, məzələr də 5 danadır. Tamlar və məzələr. Elə biz buna tam deyirik və məzə deyirik. Fikir edirəm ki, məzə və tam hər ikisi ərəbidir. Amma indi türkçədə nədir, mən onları bilmirəm. 5 danadır. Vəli ixtilat və imtizad düşən çunan mütənəfis ki, həməyə onlara nemitəvan çeşid. Amma onların hamısını eləyə bilmək. Bunlar bir-birinə qatışanda o qədər tam çıxır ki, biz o tamların çoxunu heç bilmirik və ya dərk eləyəmirik. Dilimiz dəyişibdir, bu çeşayimiz falanımız dəyişibdir. Damağımız adımız dil və damaq deyirik da, dəyişibdir. در کارزار نیز فقط نیروی عادی و فوق‌العاده وجود دارد. Deyir ki, savaşda da iki cərə gücümüz var. Mən burada deyir ki, əsli güc və fövqəladə güc. Mən dediyim əsli güc və yan güc. Çünki bunlar da həm yanda dururlar, həm də ki, sonra yanlardan həmlə eləyəcəklər. Amma tərkib şəmsonun nə məhdud است ki, heç fikri bəşəri nemitawan təməyi onha را دریابد. Deyir, amma bunların savaşda bir-birinə qatmaq bu iki gücü o qədər çoxdur ki, insanların zehni onlardan çıxa bilməz. İndi məsələn, diqqət buyurun, bir dana ayrı misal vursaq, daha zehniniz rahat görsədər. Məsələn, bizim dünyada bilirik ki, 0 ilə bərabər 10 dana ədədimiz var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Qutardı. 9-dan o isə yenə bu 0 ilə cürrənən, 0-1 ilə cürrənəndir. 10-da 1-dir, bir dana 0-dir, 11-də. İndi istəyirlər, məsələn, Kanadada kod postu düzəsinlər, postu, qapı nömrəsi düzəsinlər. Ya Amerikada 6 ədədinə, əgər iştibah eləmirsə Amerikada 5 ədədinə, o qədər bunları bir-biri ilə qatışdırırlar ki, 320 milyon adamın postu var, kod postu vardır. Amma yenə də bir-birinə qatışmır. Ya Kanadada həman 9 ədəd bir də əlifba ilə qatışıq. Sistem düzəldiblər ki, 6 danadır. 3-ü əlifbadandır, 3-ü də riyaziyyatdan, hesabdan alırlar və bunları o qədər qatışdırırlar ki, hər nə qədər düzətsək qutarmaz. Hər halda. Bu iki dana çox elmidir. Zira in do niru az yekdigar به وجود میاد. Deyir ki, əsli niru yan güc əsli gücdən alar və bunlar bir-birinə qatışar və bunlardan çoxlu sistemlər düzəltmək. Və əməlkərdişən bə yekdigar nəziri həlqəhay در هم پیچیده بی‌نهایت است. Bunlar da bir-birlərinin üstündə təsir qoymaqları, işləməkləri bir-birləri o qədər çoxdur ki, elə bir ki, həlqələrdirlər ki, bir-birinə salmışsınız. Bunlar hamısı gedər, bir-birinin işlər. چه کسی میتواند بگوید این حلقه ها با این یکی شروع و با آن دیگری ختم میشه و kim deyə bilər ki, bu həlqə bununla başlanıb o birisinin qutarıbdır. Yəni bu iki dananı istir desin. Bunlar iki həlqədirlər ki, bir-birlərinə hey dəyişirlər və bilinmir ki, hansısına səbəb olur. Seylab با تندی و شدت خویش قطعه‌های یخ را به حرکت می‌آورد. Bu da doğrudur. Mən burada Kanadada çox görsəniz bu. Məsələn, mənim bu illəri halım olmadı. Bundan belə ki, qəsdim var idi. Hətmən gedən və sizə buz dənizlərindən əks götürəm, film götürəm, görəsiniz. Burada göllər donurlar. Çox insanlar gedirlər, minlər nəfər. Buzun üstündə çadır vururlar, eyni elə bir ki, yaydı gediblər dolanmağa. Od yandırırlar, buzu mətə ilə dəlirlər, yekə mətələr var. Onunla dəlirlər, balıq tuturlar, çıxarırlar orada, bişirirlər, yeyirlər, 1-2 gün o buzun üstündə yaşırlar. Maşınla gedirlər buzun üstünə. Ağır maşınlarla təbii ki, yox, amma maşınlarla gedirlər və bunların üstündə yaşırlar. Bu o şeydir ki, Kanadada görsənir. Və amma su bunları bəzən sındırır, yığır bir-birinin üstünə.
Sahilə gedirsən, bəzi sahilə görürsən ki, bu buzu sındırıb yığıb bir-birinin üstünə. Bu onu istir deyək ki, şəpələr, biz türkcə moca həm dalğa deyirik, həm şəpə deyirik. Hər ikisini deyirik. Şəpələr və dalğalar suyun üstündə olan buzları sındırır və yığır qırağa. Əgər baz به یک حرکت تومه خود را در هم میشکند دلیلش آن است که درست در لحظه مطلوب ضربه میزند. Deyir ki, əgər bir baz bir quşun adıdır. Farsca, amma türkçəsi heç bilmirəm nə mənim. Məsələn, deyək qırğı. Deyir ki, bu qırğı məsələn bir şığı ilə, bir şığlamaqla özünün o avın tutur, av şikar. O heyvan ki onu tuturlar, ona deyirik biz. Şikara biz türkçə deyirik av, avlamaq, ava getmək, avdan gəlmək, bu türkçə deyirik. Bu öz avını tutur. Deyir, bu buna görədir ki, dəqiqən bilir ki, mən hangi ləhzədə, hangi saniyədə şığımalıyam, hara şığımalıyam, hardan tutmalıyam. Əgər onu tutanmasa mümkündür ki, başı ya yəni onu ayağını indi açıbdır, başını açıb onun üstünə gedir. Əgər o çəkilə bir yerə ki, o eləyə bilməyə orada onu tuta, mümkündür başı ilə gedə dəyə aşağılaşı daşa. Çünki o cür bir hədəf qoyub özünə. Düşmən را با همان şiddəti بکوبید که باز به طعمه خود ضربه می‌زند. Düşməni o şiddətlə, o hiddətlə, o zorla, o güclə, o sürətlə, hızlılığına vurun ki, o qırğı özünün avının üstünə gedir. باز شکست ناپذیرانه کمر طعمه خود را در هم شکند. از آن باز شکست ناپذیرانه کمر طعمه خود را در هم شکند. از آن رو که برای ضربه زدن منتظر رسیدن بهترین فرصت است. Deyir ki, o qırğı bu cəhətə öz yeməyinin belini sındırır ki, o fürsəti gözlür. Mən nə zaman tuta bilərəm? Siz bu videolarda da görürsünüz. Məsələn, pişiyi görürsünüz ya bəzi heyvanları görürsünüz, şeri filanı görürsünüz, aslanı görürsünüz çöldə ki, məsələn, avın gözlür, gizlənibdir, yavaş-yavaş iməhlir, gedir, biraz durur, o baxandan sonra elə ki, gözü çəkildi o izə heyvanın, yenə biraz gedir, o yenə baxanda səsini eşidir, ya iyin eşidir, baxır şu görüm hardadır, yenə durur, gizlənir, mısır türkcə deyərik, mısır və sonra da neyinir, yenə də gedir, birdən ki, yap belə yaxınlaşdı, hop bulur onun üstünə. Bu, gizlilikdir. Dəqiqən, əslində, savaşda da insanlar eyni bu modeldə savaşırlar. Və hərəkatış hesab şuda است. Deyir ki, hər hərəkətin heyvan neynir? Hesab edir ki, mən belə eləsəm belə olar, belə eləsəm belə olar. به همین ترتیب کسی هم که در هنر نظامیگری خبره و کارشناس است واجد نیروی محرکه مقاومت ناپذیر است و حمله اش با دقت تنظیم شده است. Hər kəsdə ki, savaş tekniklərində, stratejisində təcrübəsi var, xibrədir. Xibrə dedik ki, təcrübəsi var, düşüncəsi var və bilir. Bu adam nədir? Xibrədir və yəni mütəxəssisdir. Deyir, bu adamda elə bir gücverici bir halət var, gücverici, həyəcan verici bir halət vardır ki, onun qabağında durmaq olmaz. Və o həmləsinin diqqətlə, hücumun diqqətlə seçibdir, hesablayıbdır ki, mən nə cür eləyəcəm ki, düşmənə çarə qalmasın. Ya öldürəcəm, ya tutacağım. Hər halda işdən salacağım. Türkiyədə buna deyir ətkisiz. Ətkisiz çox gözəl bir şeydir. Deyir ki, onu ətkisiz həm öldürməyə deyər, həm tutmağa deyər, həm yaralamağa deyər ki, bir iş görəmir. O adamı xilas elədik, yəni bir iş görə bilməz. نیروی بالقوه وی نیروی تیرکمانی است که حد اعلای برد را دارد و زمان عمل او نیز زمان پرتاب تیر است. Deyir ki, bir savaşçının gücü bir oxa, yaya bənzər. Oxa bənzər. Tir və kəman, kəmana yay deyirik, tirə də ox deyirik biz türkcə. Oxa bənzər və kəmana bənzər ki, onun o zaman məsələn, daş atmaqdan da çox gedirmiş da o ox. Deyir ki, ona bənzər ki, onu
hara atır, nə cür atır, yəni nişanəsin bura, amacın bura. Xarzar در میان آشوب و آشفتگی و جار و جنجال در هم و بر هم به نظر میرسد. Deyir ki, savaş görürsünüz ki, qatışıbdır bir-birinə hər şey, düşmənə qatışıblar. O qədim savaşlarda, televizyonda da görürsünüz, qatışıb bir-birinə. Bəlli deyil ki, nə mənədir. Çox belə qarma-qarışıq görsənir. Dərhəm-ı bərhəm qarma-qarışıq türkçə. Qarma-qarışıq görsənir. Amma binəzmi vücud, amma bunun içində nəzmisizlik yoxdur. Bir inzibat var, bir nəzm var. Yəni, düşməni tanırsan, dostu tanırsan, sürəti nə cür vuracaqsan, nə cür difa eləyəcəksən, nə cür dostluğu qoruyacaqsan, dostun səni nə cür qoruyacaq, düşmən, məsələn, nə cür gözləyəcəksən, bunların hamısı düşmənin bayrağını nə cür görəcəksən, öz bayrağını nə cür görəcəksən, onun səslərini nə cür təşxis verəcəksən, öz səs, bunlar hamısı savaşın içində vardır. Amma binəzmi vücudunda leşkeriyan zahirən doğru xud miçəlxən vəli məğlub şudən نیست. Zahirdə gəlir ki, bunlar elə öz başlarına fırlanırlar. Doğru xod türkçə öz başına fırlanmaq ya dövrəsinə fırlanmaq. Fırlanır orada bir yerdə, amma bəllidir, bunun bir hədəfi var. Düşməni vurmaq, düşməni etkisiz eləmək. Li Şuan adında biri deyibdir ki, der karzar həmin çiz aşufte və dərhəm və bərhəm minumayət. Savaşda hər şey bir-birinə qarma-qarışıq görsənir, qatışıq görsənir. Vəli pərçəmha və beyrəkha beqərar və mədarhay dəqiq pasux midən. Amma o, hər ordunun öz, deyək ki, təbli, öz bayrağı, öz zırnası, öz hər nəmənəsi, bunlar hər kəsin özü bir rəftar istir və bir əksüləməl istir. Filan işi görün, filan işi görməyin. Həmlə eləyin, qeydin. Bunların hamısı orada və sədai senc müftəni bər qəbaili müəyyən است. O sincdəki iki dəmirli bir-birinə vururlar orduda, onun da bir qanunları var. Elə öz-özünə bu tür vurmazlar. Musiqidə də öz-özünə vurmazlar. Hətta indi rəpdə ki, deyirlər, rəp, o neçə dana təbildir də, vururlar da o çubuqlarına. Onların da bir qanunu var. Aşuftəgi və dərhəm və bərhəmin zahir ناشی از نظم و بزدلی و بی‌همتی ظاهری ناشی از شجاعت و ناتوانی ظاهری ناشی از قدرت است. Deyir ki, əgər orduda siz görürsünüz ki, bir zahirdə hər şey qarma-qarışıqdır. Deyir ki, bu əslində bir nəzmin davamıdır, savaş nəzmidir. Və amma əgər görürsünüz, qorxuluq var savaşda və himmət yoxdur savaş üçün zahirdə görürsünüz ki, ordunun içində bir himmətsizlik var, qorxu var, qaçmaq var, filan var. Deyir, bu da nədir? Gəndə bu da şücaətdəndir. Diqqət buyurun dostlar, burada demir ki, həmişə savaşın hücum eləyin. Deyir, bəzi vaxtlar görsədin, düşmən fikirsin, qorxursunuz, qeydirsiniz, qaçırsınız. Çünki onda təliyə sala biləcəksiniz bunları. Tələ türkçəli fikirdir. Tuzaq işlədirlər indi Türkiyədə, tuzaq işlədirlər, bizdə də var. Və natəvani zahiri naşi ez qudret. Zahirdə düşmən sizi görür ki, bunlar gücsüzdürlər. Natəvan gücsüz. Gücsüz olmaq. Amma bu nədir? Bu sizin qudrətinizi göstərir. Yəni o nəzmsiz görsənmək, o qudrətsiz görsənmək, o bu ki biz savaşmağa meylimiz yoxdur, zorundan gəlmişik. Bunların hamısı bir hədəf ilə o əskəri ordunu bu vəziyyətə gətirmişsiniz ki, düşməni tovlayəsiz. Sonra görəcəksiniz nə olacaq. Sonra düşmən görəcək ki, nə oldu. Məni این بند آن است که اگر می‌خواهیم خود را بی‌نظم بنمایانیم، əgər istirik düşmənə özümüzü görsək, bizim nəzmimiz yoxdur. Biz fərmandehdən söz eşitmirik, qorxaq, bilmirik ki, savaşaq, savaşmayaq. Çox gölümüz istir, keçək, qeydaq dalıya, qaçaq, ya qaçırıq dalıya. Deyir, bunların hamısı buna görə ki, düşmənin belə görsədək. Və bu این کار توجه دشمن را جلب کنیم və düşməni beləsi nəzərin üstümüzə çəkək. Desin və biz beli yox. Ki nə olsun? Nəxşəsindən çıxsın eşiyə. Onun da nəxşəsi var. Bizim də nəxşəmiz var. O nəxşəsindən çıxsın eşiyə. Bayəsti səxt munzəbit başım. Amma bununla belə gərək çox möhkəm inzibatımız olsun. تنها در این صورت است که میتوان بر آشفتگی و در همیختگی ظاهری تظاهر کرد. O zaman ki bizim inzibatımız ola və bu inzibatla əmirlər yağdıqca biz dəyişirik, onda biz eləyə bilirik zahirdən
doğru nəticə alaq. تنها کسی که میخواهد خود را بزدل و بیهمت بنماید o adam ki istəyir özünü düşmənə qorxaq, himmətsiz, yəni istəmir, savaşa əlaqəsiz görsə də nə olsun deyir bu və dərkəmin düşmən benişinlər. Eyni halda da bunların hamısını görür düşmənin kəminində durar. Yəni düşmənin özün gizliyə, düşməni təliyə salar. Kəmin təliyə salmaqdır. Türkçədə tələdir. Tələ qurmaq, tuzaq qurmaq. Bu tuzaq qurmaq ya tələ qurmaq kəmindir Türkçə farsçası. Deyir ki, bayisli şuca, əvvəlinci xəsiyyəti belə bir adamdır ki, özü qorxmaz ola. Şuca qorxmaz, amma ağıl üzü ilə. Dedik, şucaətin biri budur ki, burada da saydı. Özün qorxaq görsədir, özün meyilsiz görsədir, lazım olanda dalıya qaçmaq kimi görsədir, amma şucaət budur ki, düşməni təliyə salandan sonra onun üstünə şığır və onu aradan aparır. Şucaət budur. Yəni ağılla düşməni tuzağa çəkirsiniz və sonra öldürürsünüz. Zira fəqət در این صورت میتواند خود را ترسو نشان دهد. Sadəcə o zaman özün qorxaq görsədə bilər ki, şucaəti ola. Düşmənə kələk qurmuş ola, tələ qurmuş ola və o oyunları eləyə ki, düşməni çəkə və öldürə. Kəsi ki mayil است ناتوان بنماید. O adam ki özünü zorsuz, gücsüz görsə də, zəif görsə də, zəif ərəbcədir. ناتوان بنماید, zorsuz, gücsüz görsə də, ta düşmən ra cəsur sazət, ta niyə görsədir? Çünki düşmən cəsur olsun. Deyirsən, qorxaqlar, ədə vurun, bunlar qaçırlar. Bunlar savaşmağa göyünü yoxdur, zorla gəliblər ya Allah. Gəlsinlər üst-üzə. Onda öz nəxşələrindən çıxacaqlar. Özlərinin arasında nəzm, inzibat aradan gedəcəkdir. Bayisli fövqəladə qəvi başad. Çox güclü ola ki, özün gücsüz görsə də. Diqqət buyurun, strateji nə qədər mühümdür. Nə qədər şucaətin mənası bizə fərqli deyilibdir. تنها به این شرط میتواند خود را ناتوان جلوه دهد. اگر şucaəti olsa və bilsə ki, niyə mən bu işi görürəm və düşməni tora sala bilsə, şucaət hesab olar. Yoxsa bunları eləyə, amma sonra da tora düşə özü. Bu şucaət deyil. Keçdik 74-cü səhifəni oxuyuruq. 19-cu bəndi. Nəzm ya binəzmi به سازماندهی مربوط میشود. Nəzm və nəzmisiz təşkilata bağlıdır. Dünənləri təşkilata görə bir şeylər dedik. Şucaət və bozdeli به اوضاع və əhval mərbut میباشد. Şucaət və qorxaqlıq. Cəsur və qorxaq. Bunlar da nəyə mərbutdular? Oza və əhvala. Biz harda şucaət görsədəcəyik, harda qorxacağıq zahirdə. Bunlar da nəyə bağlıdırlar? Oza və əhvala. Bozdel, bilirsiniz, geçi vəziyyəti olmaq. Mən amma geçidə bozdel bu kəlmədən bir ayrı mənacı, qorxaq. Geçi belə olmaz. Normalda belə olmaz. Və quvvət və natəvani ba imkanat və amadəgi irtibat dارد. Güc və gücsüzlüğün da nə ilə ilgilidir? İmkanlarıza. Əlinizdə olan savaş imkanlarına qol olsun, əlbəttə güc. Bilirsiniz, bədən özü də bizim imkanımızdır. Əllərimiz, barmaqlarımız, ayaqlarımız bizim imkanımızdır. Gözlərimiz, qulaqlarımız bizim imkanımızdır. Ağzımız, səsimiz bizim imkanımızdır. Bunlar bizim imkanlarımızdır. Biz, məsələn, nə yekəlikdə bir ağac götürə bilirik? Bunlar bizə imkan verir. Tüfəngimiz nədir, silahımız nədir, tancımız, bunlar hamısı təyyarə filan, bunlar hamısı bizim imkanlarımızdır. Nə qədər olmasa belə imkansızıq, zəifuq. Nə qədər olsa belə güclüyük. Bəs burada 3 dənə sözü bizə aiddir. Şucaət nə ilə bağlıdır? Oza, əhvala bağlıdır. Yəni ruhi oza, əhvala bağlıdır. Diqqət buyurun. Qüvvət və qüvvətsizlik. Güclü, gücsüz olmaq. Bunlar nəyə bağlıdır? İmkanatlara bağlıdır. Məsələn, birinin boyu uzandır. Mənim boyum 150-dir, onun boyu 200-dür. Yəni, o 2 metrdir, mən 1 metr yarım. Təbii ki, olmaz. O farsılan şeyi gördünüz, o Amerikalı idi, kim idi? Belə də quldurluq elirdi, mən onu əzərəm filan bəhman. Belə itələdi, 10 dana mallaq vurdu, getdi ora. 10 dana yekətdik, amma əslində elə 10 dana mallaqdan pis oldu. Ərz edeyim xidmətinizə ki, üçüncüsü də bu idi ki,
qorxaqlıq da və şücaət və qorxaqlıq da nəyə bağlıdırlar? Bunu da indi dedik ki, mən bunu necə itirmişəm yerə hələ. Bəli. Binəzmi də nəzm və şey də sazmana bağlıdır, təşkilata bağlıdır. Nəzmi inzibat sazmana bağlıdır, nəzmisizlik də sazmana bağlıdır. Yəni sizin əgər diqqətli, güclü bir müqərrər. Onun üçün sərbazlara normalda məsələn zəncidən qaçlara edam var. Yəni əgər dəstur gəlməyib qaça onu edam edirlər. Çünki bu qorxudan orada qalıb savaşmağa məcburdur. Bunları oxuduq. Binabərin vəqti ləşkəryan در vəziyyət müsait müstəqər mişəvənd, bozdil dəlir mişəvəd. Deyir ki, o zaman ki, təşkilat, ləşkəryan oldu təşkilatda, beləsi yox. Bunlar müsait yəni istədiyimiz bir vəziyyətdə olalar. Orada qorxaq adamlar güclü, şüca olarlar. Və əgər vəziyyət naumid konəndə şəvət, əgər amma vəziyyət müsait olmaya, şikəst yemağa tərəf gedə, onda şücalar qorxarlar. Çünki da indi nəzm aradan gedir, yavaş-yavaş nə olacaq? Onlar bizi, ümidimiz olmasa, ümidsizlik bizi aradan aparır. Yəni, rəvanidir burada. Dər hünər cəng qəvaid sabit vücud nədir. Savaşda bir sabit qanun qayda yoxdur nə cür savaşın. İn qəvaid həsəbi fəqət bər həsəbi ovza və əhval bərqərar müşəvət. Deyir, ordunun qanunları, savaş qanunları ovza və əhvala görə, yəni zəbani, imkanlar və yer, hardı yox, nə vəziyyət yox, düşmən nə vəziyyətdədir. Ovza əhval bunlardır, yağış, qar, bunlara görə bu deyişər. Binabərin, کسانی که میخواهند تحرکات دشمن را برانگیزند توفیقشان منوط به ایجاد وضعیتی است که دشمن را ناگزیر به تسلیم سازد. Deyir, buna görə əgər bir savaşçı işləyə düşməni təhrik eləyə, onu həyəcana gətirə, ya onu qorxuda. Diqqət buyurun, həyəcana gətirmək odur ki, özümüzü qorxulu görsədirik ki, biz qorxağıq, istirik qaçaq, ona şücaət veririk. Onu təhrik edirik. Ya bəzən yaman deyir, filan edir, bəhman edir. Nə bilim, arvadına, uşağına bir söz deyir. Ya hətta əsir tutur, ya vurur. Bunlar düşməni təhrik edir. Ki, xəta eləsin. Düşməni xətaya salmaq. Məsələn, fikrin ki, o bombi şimyayı vurur ki, sən də bombi şimyayı vurasan. Ki, səni sala xətaya, ondan sonra səni dünyada məhkum edir. O söyüş verir, İstir ki, sən də söyüş verəsən. Ki, səni məhkum eləyir. Bax, türklər belədirlər. Çünki düşmən sənin zəfilərindən istifadə edəcək. Öz zəfindən yox. Sənin zəfindən istifadə edəcək. Deyir ki, düşməni təhrik elədik. Düşmənin o zaman biz müvəffəq olacaq bu təhrik eləyənsə ondan istifadə edək ki, düşməni şikəst verək. Düşməni şikəst verən məsəl, iştibah eləmişik. Stratejimiz, taktikimiz iştibah etmiş. Deyir ki, باید توجه دشمن را به این نکته جلب کرد. Düşməni gərək fikrin, baxışın, düşüncəsinin, nəqşəsini çevirmək üçün biz bir iş görək. Ki, piruzi mutmaini der intizar üst. Gərək düşmən elə fikir eləsin ki, bunlar şimdi qorxublar, qaçırlar filan, bəhman. Biz bir iş görmüşük ki, bu belə eləsin, da belə düşünsün. O şücaət özün desin ki, bunlar şikəst ilə gedək dallarıca. Ya tutaq, ya öldürək məsələn. Deyir ki, dərin haləsi ki, düşmən fərib zahiri purnəf ra mixorad. Deyir ki, onda siz bu, ona bir tələş qurmuşdunuz, o təliyə düşər. Mitəvan qudrətməndane bir intizar və nişəst. Onda ki, gəldi sizin dalınızdan, siz istədiyiniz yola düşdü, deyir, onda eləyə bilərsiniz ki, düşməni döşəs üstünə və vurasınız. Deyir ki, şəhərlərdə bu çox rahatdır. Şəhərdə siz, məsələn, daş atırsınız polisə, ziddi şurişə, sipah paslarına, bir tərəfdən daş atırsınız, onlar sizə hücum gətirəndə siz qaçırsınız. Qaçanda onlar sizin dalınızdan motorla, piyada qaçırlar. Qaçanda o birisi tərəf ki, daş atmayıbdır, bunları salır mühasirəyə, qırdı o tərəfdən. Qırdı burada indi bunların, dedim, yerə də məsələn qaçanda,
hərənin əlində biraz yağ var. Maşın yağı. Atır yerə, yamıq var. Atır yerə, çəkilir qırağa. Çəkilir. O motor keçəndə məsələn züyülləyəcək, düşəcək. Maşın keçəndə tormuz tutanmayacaqdır. Ya məsələn vuracaqsınız, onların silahlarını alacaqsınız. Bu cürsə o qorxu beləsi icad edirsiniz şəhərdə. 21. در نتیجه فرمانده قابل پیروزی را از وضعیت جنگی و نه از زیردستان خود طلب می‌کند. Diqqət buyurun, burada çox önəmli bir söz deyil. Deyir o fərmandeh ki, daimən qazanır, düşməni şikəst verir, düşməni yenir, türkçəsi yenmək. Bu adam deyir ki, savaşmaqdan çox qılıncla, tüfənglə vurmaqdan qazanmır. Bəlkə hilələrindən, hələ qurmaqlarından qazanır. Bir iş görür ki, düşməni alır öz arasına, düşməni naümid edir, düşməni təslim edir, ya düşməni həyəcana gətirir ki, desin bəlkə biz şikəst yürürük, bizim istədiyimiz yola gəlsin, bizim dalımızdan düşsün tora. Oradan qazanır. Bir də mən bunu iqtisadda oxumuşdum. İqtisadda deyir ki, çox adamlar fikirlə ki, bir cinsi alıb satsalar qazanarlar. O halda ki, onlar ki, çox qazanırlar, ucuz almaqdan qazanırlar, baha satmaqdan yox. Çünki baha satsaq, məsələn, Kanadanı deyək də, İranı demək. Çünki İranda müştəri hər halda var, çünki cins lazım qədər yoxdur. Burada, məsələn, mən baxıram, burada indi görürəm ki, internetdə yazıb ki, filan məğazədə düyünün kilo bir belədir, filan yerdə bir belədir. O yer ki, ucuzdur, gedirəm, oradan alıram. Amma bu ucuz satan da həman öyünü ucuzu satır ki, baha satan satır. Bəs bu nə cür eləyir? Deyir, bu ucuz alır ki, baha satsın. Oradan qazanır. Orada da bu türdür. Orada özü savaşıb, özün yaralamaqla, özün düşmənin qılıncının, topunun, tüfənginin, bombunun qabağına verməklə qazanmır. Bəlkə onu tora salmaqla qazanır. آنان که در هنر نظامی خبره‌اند به مناسب بودن وقت و سرعت اجرا متکی میشوند. Onlar ki deyir savaşda xübrədirlər, yəni təcrübə sahibidirlər, elm sahibidirlər, danış sahibidirlər, düşüncə sahibidirlər. Bunlar nə edirlər? İki yerdən faydalanırlar. İki şey bunlara fayda verər savaşda. Biri nədir? Biri vaxtdır, biri də sürət. Sürətlə savaşmaq və bir də hangi vaxtda savaşmaq. Diqqət buyurun, sürətə görə bir şey deyim. Məsələn, bizim hətta filmlərə, zadlara baxanda, bizim mütəəssifənə qılınc savaşımızda, türklərin qılınc savaşında sürət çox aşağıdır. Çox aşağıdır. Hətta boksçularında da çox aşağıdır. Amma diqqət buyurun, məsələn, gəzirsiniz Japonun qılınc savaşında, ya məsələn, karatasında ki, o da boksdur da, karata özü bir boksu kimi bir şeydir. Orada görürsünüz ki, məsələn, bizimkində, fərz edin boksda, bir dəqiqədə 40 dana vurur, 50 dana vurur, amma o karatada görürsən ki, 200 dana vurur bir dəqiqədə. Bu onu göstərir. Ya məsələn, mən Japonun qılınc müsabiqələrini gördüm bu son zamanlarda. Biz ney deyirik? Qəmiş deyirik əslində. Neydə farsçası deyil. Qəmiş deyirik. Qəmişlər suyun içində yekələr. Bizim üçün torpaqlarımız o qədər suyu yoxdur. Qəmişlərimiz də o qədər yoğun olmur. Amma bunlar Japonda, deyək ki, o çox suluq yerlərdə, Hindistanda, Çinin bir qismətlərində, Endonezidə, Malezidə, Filipində, nə bilim, bu cür o tərəflərdə, Japonda filan, Koredə qəmişlərin yoğunluğu 20-25 santı keçər. 20-25 santı keçər və quruyanda da çox möhkəm olar. Bunlardan da ev kəsirlər, sürətlə də uzanır, çox sürətlə. Məsələn, 2 həftədə bu, məsələn, 5 metrə çıxa bilir, 10 metrə çıxa bilir bir ayda, məsələn, uzunluğu. Özü də yoğun olur da, dedim, bir ağac yoğunluqda olur əslində. Bir yol. Bunu, məsələn, Japonda kəsirlər yoğunların, gətirirlər, qoyurlar müsabiqəyə. Bunları qoyurlar yerə, yəni bir şeyə qoyulamırlar, tutmur bir şey. Məsələn, mizin üstündə qoyurlar, elə bir istikanı biz qoyuruq misin üstünə. Və qılıncı götürür, bunu o qəz sürətlə vuracaqsın, həm kəsiləcək, həm aşmayacaq. Diqqət buyurursunuz. Bizdə bu yoxdur. Biz hələ bu teknikə yetişməmişik. Japonda bu teknik var. Çində bu teknik zahirən var. Xüsusən Japonda. Bunlar müsabiqələri bunun üstündə qoyurlar. Birdən görürsən, buna 3 dənə də qanat bağlayıblar. Bu adam, məsələn, 10 saniyədə, məsələn deyirəm, 6 dana zərbə vurur, bunu 6 yerdən doğurur, düşürlər yerə, doğranan yerlər, ya hətta
qılıncı saxlayandan sonra, yəni o 6 dana zərbəni vurdu, gözlür onlar bir-bir düşdülər yerə. O qədər sürətlə vurur ki, o kəsilən yer 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı qılıncıdan gec düşür yerə. Bu qədər sürət önəmlidir. و بار عملیاتی را که باید به انجام رساند فقط بر دوش افراد خود نمیدهند. Deyir ki, o savaş meydanına çikilir, o savaşın tamam yükün salmır öz savaşçılarının boynuna. Bəlkə düşmənin xətasını artırır, düşmənin xətasından faydalanır. Öz adamlarının faydasına, mənfəətinə. Yəni bir var ki, mən savaşam, savaş həm uzun çəkər, həm də ki, yaralanam ya öləm. Bir də var ki, fərmandeh bir iş görür ki, düşməni xətaya salır, düşmən deyir, biz qorxduq, qaçdıq falan elədik, bəhman ya yox o qəslən. Rahatca girir ora. Və siz oradan indirsiniz, onu öldürürsünüz, aradan aparırsınız, əsir tutursunuz. Əslində nə oldu? Siz savaşmadan, çox savaşmadan, yaralanmadan, ölmədən düşmənə zərbə vurdunuz. Burada əslində fərmandeh sizi qazanır. Bir vardı ki, sizi göndərəydi, öldürəydi, öləydiz. Məsələn, 10 nəfərdən 5-i öləydi, biz yenə də qazanaydıq. Bir də var ki, 10 nəfərin onu da salimdir, amma düşməni təzə şeyə salıbdır. Bunu istir deyə. این خبرگان به انتخاب افراد دست می‌یازند که از وضعیت استفاده کنند و بهره جویند. Deyir bu savaş mütəxəssisləri o adamlardan istifadə elərlər, faydalanırlar ki, onlar fürsəti bilərlər və düşməni fürsətdə tora salarlar. 57-ci səhifəyə keçdik. Li Şuan adında bir savaşçı da deyib ki, mərd delir, midanət çegune nəbərd کنند. Şuca, delir, şucaətli, qorxmaz. Qorxmaz bir insan bilir ki, nə cür savaşa bilər. Mərd muhtat midanət çegune az xud difa کنند. Ehtiyatcıl bir adam bilir ki, nə cür özündən difa eləsin. Pəs baxın, qorxmaz savaşçı nə cür savaşsın onu başarır. Ehtiyatcıl bir adam nə cür özünü qorusun, difa qorumaq. Özün qorusun ondan. Mərd xirədmənd, ağıllı bir adam, diqqət buyurun ha, ağıllı bir adam midanət çegune rəy zənət və məşvərət کنند. Nə cür məşvərət eləsin, fikir alsın. Rəy zənət varsa fikir alsın. Deyir ki, bir ağıllı adam bilir ki, nə cür fikir alsın. İndi bu fikir nə olar? Diqqət buyurun. Bənabərin istedad və qabiliyyəti heç kəs bəhdərlə mirəməd. Deyir ki, nə şücaətli adamın çıxarı, istedad dedik ki, türkçəsi çıxar. Çıxarı, nə də ki, o ehtiyatçı adam ki, difa edir, onun çıxarı, nə də o ağıllı adamın. Və nə də o məşvərət verənlərin heç birisinin çıxarı hədərə getməz. Fikrim hədərdə türkçə sözdür. Fikir. Hiç kari را از انسانی که استعداد و قابلیت ندارد نخواهید. Quranda da belə bir ayət vardı ki, hər kəsdən Allah bir şey istəyəcək deyə. Əlavusihim. Hər kəsin özünün qədər, özünün zoru, gücü, biləcəyi qədər istəyəcəkdir. Quran çox bəzi yerlərdə çox insanidir. Diqqət buyurun. Məsələn, Musa gedir, görür ki, peyğəmbərdir. Görür bir çoban namaz qılır və namazında şeyləri nədir bu? Qoyununun zadını Allahı qurban edir qoyununa keçisinə. Nə deyir onda? Musa onu gətirir, örgədir ki, namaz belə qılacaqsan. Nəinki biz qıldığımız namazdan söhbət keçir, yox. Yəni ibadət. Namaz əvvəldə deyim. Namaz müsəlmanların deyil. Əslən bu söz küfr sözüdür ki, gəlibdir, müsəlmanların içinə giribdir. Çünki namaz Zərtüşti dini ki, bizim baxışımızdan küfr dindir. İslam baxışından Zərtüşti dini küfr dindir. Kafirlərin dinidir. Ərz edeyim ki, bəli, mən kitab əlimdən düşdü yerə biraz da dağıldı, amma bəli, bir tapdım. Onun ibadətləri, ibadətgahları bu günləri İranda çox mühümdür. Məsələn, namaz sözü oradan gəlibdir. Dəstəmaz sözü oradan gəlibdir. Dəstəmaz. Namaz üçün əl qoymaq. Amma biz əl yuyuruq. Cəlibdir, biz müsəlmanlar əvəzin ki, öz dinimizin, öz sözlərin, dinimizi
Din bir ideolojidir da. Onu daşıyan sözləri gərək işlədik. Gedirik bir ayrı dinin sözləri ilə danışırıq ki, o dinə ilgisi yoxdur. Farslar bu qədər güclü davranıblar tarixdə ki, məsələn, dəstəmaz sözün, namaz sözün gətiriblər, soxublar, biz namaz qılırıq, deyir ki, gündə 5 rükət, 3 rükət, 2 rükət namaz qılıram, qurbətən illallah. Hamama gedirəm, qust edirəm, filan, qurbətən illallah. Əlbəttə, o qust gözəldir. Nədən biz namaz qılanda da Allah Quranda deyir ki, qust eləyin əlinizi, yuğun. Hətta niyə türküsünü demirik ki, əlimi yuğuram Allahdan ötürü. Allahın əmrinə əsasən əlimi yuğuram, üzümü yuğuram, bədənimi yuğuram. Amma gedirik deyir ki, dəstəmaz alıram. Nə bizə mənası var, nə İslam'a mənası var. Fars da o mənanı indi bilmir. Amma əslində o məna yanıbdır ki, mən Zərtüştü dini əsasında onun namazını qılmağa hazır oluram. Namaz İslamın sözü deyil. Siz deyirsiniz, dəst namaz qılıram, namaz qılmağa. Dəst namaz alıram, namaz qılmağa. Yəni, kafirlərin dini yolu ilə ələyağımı yürürəm, kafir namazı qılmağa. Allahdan ötür. Kafir işin görürəm, Allahdan ötür. Mən öz Allahımdan ötürü kafirin Allahın dediğini elirəm. Diqqət buyursun, fərqi budur. Ona görə deyirəm ki, biz də burada da yenə brainwash olmuşuq. Türkiyələr də brainwash olublar. Bu deyil ki, biz brainwash olaq. Brainwash çox bir şeydir, sistemdir. Bu sistemi yayırsan və umumiləşdirirsən. Və mütəəssifanə brainwash dil ilə keçər. Siz bir dili bilməsəz brainwash olmazsınız. İndi bizim məsələn deyək ki, heç birimiz Japonu bilmirik. Orada 124 min il Japon dili sizə təbliğat eləsin. Brainwash olmazsınız. O zaman brainwash olursa o dili bilirsiniz. Dil biləndə bilir. Hangi dili bilməsəz o dildə siz brainwash olmaz. Məsələn, Azərbaycanlılar türkcə brainwash olmayıblar. Çünki türkünü bilmir ki. Türkünü yazmağın, oxumağın elmisini bilmir. Küçə bazarda danışdığında hamısını yazsın 300 kəlmədən ibarətdir. 300 kəlmə. Hiç gari را از کسانی که از استعداد و قابلیت برخوردار نیست نخواهید. Her kesin bir çıxarı var. O çıxardan ayrı bir şey onun adamdan istəməyin. Bir adam ki qaçanmır ona deməyəcəksən gərək qaçırsan. Bir adam ki maşın sürənmir ona deməyəcəksən maşın sürəcəksən. Bir adam ki yazanmır ona deməyəcəksən yazacaqsan. Bir adam ki güllə səsindən, top səsindən qorxur ona deməyəcəksən gir savaşa. Bir adam ki mühəndisdir ona deməyəcəksən əməli cərrahi ilə. Bir adam ki döktürdü ona deməyəcəksən getginən mekanikçilik elə. هنگامی که تساو میخواست به شانگلو در هانشونگ حمله کند برای دفاع از هوفئی شانگلیاو و لیتیی و لوشین را در رأس بیش از 1000 تن قرار داد. Bir dana fərmanda istirdi bir yeri getsin, bir neçə şəhəri alsın. Han sözü mənə belə gəlir ki, xandır. Məsələn, hər o kəlmədə ki, Hanşung, yəni Hanşung, mənə belə gəlir. Bəlkə belədir, bəlkə belə. Amma çünki Çində də türklər çox uzun zaman imperatorluqlar qurublar. Bəllidir ki, bunların adları şəhərlərin üstünə qoyulubdur. Əgər bir şəhərdə Han sözü gəlir əvvəlində ya axirində, bəllidir ki, bura türklər burada bu şəhərin adını onlar qoyublar. Diqqət buyurun, məsələn, indi İranda türk şəhərlərin, çayların, dağların, dərələrin, otların, göngöyəntilərin, quşların adlarının bir çoxu türkcədir. Bunun mənası nədir? Farslar değiştirirlər. Bunun mənası budur ki, burada türklər hakim imişlər. Farslar niyə değiştirirlər? Çünki istilər deyərlər ki, indi də deməsələr 50 ildən sonra desinlər bir dənə ab tatın ki, məsələn Kürdistanda, Farsistanda, Loristanda, Ərəbistanda, Bəluçistanda, Türkmenistanda, Azərbaycanda bir dənə ad Gilanda, Mazəndaranda bir dənə ad tapın ki, Fars olmasın, Türk olsun. Bəs burada türklər yox idi. Bizi belə silmək istəyəcəklər. Amma Çində mənim nəzərimcə, məsələn, deyəndə Qərəsu türkdə, bəllidir ki, bu Qərəsu yəni şeydir, türkcə adı. Alma dağı, dağ, çay. İndi məsələn, bəzi çayların üstündə görür ki, Moğul adı var.
Bəllidir ki, Moğollar bu adı çay qoyub, bu çaya adı qoyublar. Hər halda deyir ki, bu adam 3-4 nəfəri 1, 2, 3, 4 nəfəri qoydu qoşunun başına, 1000 nəfərlik bir ordunun başına qoydu. Və səfəs dəsturu xod را خطاب به حستی رئیس ستاد ارتش در پاکتی گذاشت و برای وی فرستاد. Diqqət buyurun, yenə də bu paşat sözü gəldi. Bu da brainwash'ın bir hissəsidir. Paşat sözü taza bir sözdür. Paçat namədir, namə tazadır. Paçat taza bir sözdür. Namə taza bir sözdür. Çağaz taza bir sözdür. Bu ola bilməz ki, 2000 il bundan qabaq, ya 3000 il bundan qabaq, məsələn, çağazı yazılmışlar, qoymuşlar paketə, deyilmişdir ki, durduq. Belə bir şey ola bilməz. Bu brainwash'dır. Yenə də burada bizi brainwash edilir. Dedim, o xan kəlməsi olan yerdə bizi bir an brainwash edirlər. Çünki bizə demirlər, bu xandır, xan sözü, onda bizi brainwash edirlər ki, biz bilmiyoruz, ora türk əsillidir. Hər halda, deyir ki, bu adamları bu sözü qəbul eləmədik. Deyir ki, yazdı kağaza, dəsturun şah yazdı kağaza, verdi bir sitade ərteşin rəisi ki, adı Heseti idi. Buna verdi, dedi ki, və bərai və firestad, paçata qoydu və ona göndərdi. Təbii ki, paçat deyil, qədim hətta yazsaydılar gönün üstünə, bir lülə kimi bir şeylərə qoyurdular, göndərirdilər. Onlara siz deyənməzsiniz paçat. Paçat bu günləri namə paçatlarına biz paçat deyirik. Ya məsələn, hətta paçat deyirik şeyə, türkcədə. Paçat deyirik, bu meyvəzat alanda, bir şey bazarda, düşanda alanda qoyurlar paçatın içinə bizə verirlər. Çağazdan olan paçatı. Bunlara paçat deyirik. Yenə də bunlarda brainwash vardır. Bunların hamısında brainwash bizi elirlər. Və bərai və firestad. Der ruy paket نوشته بود. Yenə də diqqət buyurun. Burada da yalandır. Paketın üstünde yazmışdı. Tenha موقعی که شورشیان در رسیدن این نامه باز شود. Yenə də diqqət buyurun. Namə sözü taza bir sözdür. Bu ola bilməz 2 il bundan qabaq namə deyilər. Ya mütərcim, ya hər kəs burada əl aparıbdır. Ya deyir ki, paçatın da üstündə yazmışdı ki, təhcə şurişilər yetişəndən sonra bu paçatı atsın. Əlbəttə burada istədirsin, əmir gizliydi. Bu ayrı bir şey. Amma bu iki paçat sözü, namə sözü, namənin üstün yazmaq sözü, bunların hamısı yalandır. Ola bilməz. Əndəki bəd, sun şu an وابسته به وو همراه با 100,000 مرد جنگی حفیعی را محاصره کردن. Biraz sonra deyir ki, filan kəs gəldi və Wu dövlətinə bağlı olan bir adam gəldi 100.000 nəfər ilə və bir dənə yeri mühasirə elədi. Mühasirə ərəbcə sözü, türkçü çəmbər, çəmbəri almaqdır. Çəmbəri aldı. Generalha paket را باز کردن. İndi ki mühasirəyə düşdülər, bunlar paçatı açdılar. Dedik paçat sözü ola bilməz. Və çənin xandan paçatın içində belə oxudular. Nə oxudular? Əgər sun şu an resid. Əgər bu adda bir fərmandeh gəlirsə, diqqət buyurun. Ərteş 1000 nəfər, şurişlər 100.000 nəfər. Ola bilməz. Burada da brainwash var. Tarixdə bizi belə oyunlarla, indi istəyirsin ki, 1000 nəfər, 100.000 nəfəri yıxıbdır. 1000 nəfərin qabağında, hərənin qabağında 100 adam var. İmkansızdır bir nəfər 100 nəfərə piruz olan. Əslən belə bombatomla da vursan imkansızdır. Bir nəfər bombatomla 100.000 nəfəri aradan apara bilməz. Ölər. İmkansızdır. Brainwash belədir. Nağılı elə deyirlər ki, biz bunları qəbul edirik. Ola bilər də. Çünki nağılın içinə düşür, bizim ehsasatımızdan oynur, bizim bilgimizdən oynur, bizim ağlımızdan oynur. Biz də ağlımızı rahat veririk kitaba ki, düz yazar, qələtləri, yalanları soxulur beynimizə. Deyir ki, əgər şu an yetişdi, General Shang və General Li der ərsi karzar başa. Əgər şu an adlı bir adam gəlsə, 100.000 nəfərinə, bu iki general ki adını yazmışam, bunlar onlarla savaşmağa girsinlər. Amma və General Lu defa az şəhra bir uhdü bigirən. Və Lu adında general da şəhərdən difa eləsin. Savunsın. Savunmaq difa ərəb sözünün türkçəsidir. Və rəis sitat der karzar şirkət nəkurəd. Rəis sitat da savaşmasın. Generalhay digər həmigi bayət bir düşmən həmlə konədir. O birisi generallar da cesinlər düşmənə həmləsinlər. 9 saniyəmiz qaldı. Yarın bu səfənin 75-ci səfənin son paragrafını oxuyarıq. Sağ qalın.